Hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bugün sizlərlə belə bir testin izahına baxmaq istəyirəm. İsim mövzusuna aid bir testdir və çox maraqlıdır. İstədim izahını sizlərlə bölüşüm. Həm qəbula, həm də buraxılışa düşə biləcək tipli testlərdəndir. Ona görə də maksimum diqqətli olmanızı xahiş edirəm. Gəlin baxaq. Bizdən nə istəyir? Ümumiyyətlə şərti oxuyanda biraz diqqətli olaq ki, şərti səhv oxumağımızın ucbatından testi səhv yazmayaq. Bizdən nə istəyir? Əleyim isminin təhlilinə bağlı hansı fikir doğrudur? İsim deyirsə, deməli bunun feil versiyası da var. Yəni hər hansısa bir başqa nitq hissəsi kimi də işlənə bilir. Yaxşı. Bəs hansı nitq hissəsi? Ümumiyyətlə isim kimi necə olur? Əleyim ismi, yəni mənim əleyim, onu ələmək üçün olan bir əşya. Amma desəm ki, mən onu əleyim, nə edim desəm, artıq feil formasında olacaq. Ona görə də feil və isim kimi təhlilləri fərqlidir. İsim kimi gəlin təhlilinə baxaq. Burada əl sözün kökü olacaq təbii ki də. Əldən nə yaranır? Ələmək. Yəni mən əlimlə ələyirəm. Ələməkdən isə ələk yaranır. Çünki bu ələk əşyasından söhbət gedir. Onu ələmək üçün olan ələkdən. Aha, deməli buradakı y bitişdirici deyil. K-yı əvəzləməsi olan y-dır və bizim k leksik şəkilçimiz var. İm də mənsubiyyət şəkilçisidir, çünki mənim ələyim olduğunu göstərirəm. Yaxşı, bəs bunun feil versiyası necədir? Onu da burada yazım. İndi buna baxırıq. Nə edim? Ələyim. Yenə də hər ikisinin kökü əl olaraq gedir. Feil olanda da kökü əldir, isim olanda da. Əldən ələmək. Burada artıq y bitişdiricidir. Nə edim? Ələyim əmr edir. Bu da əmr şəklini, yəni şəxs sonluğudur. Aha, deməli, İsim kimi təhlili tamam fərqli görürük, feil kimi təhlili fərqli görürük. İndi bizdən isim kimi istədiyinə görə gəlin isim olaraq variantlarla gedək. Bunu silim. İsim olan qalsın. Yaxşı, deyir ki, amonim kimi işlənə bilir. Amma nahaq sildim. Gəlin bir dənə də yazım. Yaxşı. Deyir ki, bizə amonim kimi işlənə bilir. Hə, buradan çıxış eləyərək çox vaxt uşaqlar bunu səhv eləyir. Niyə? Elə bilirlər ki, amonim istəyəndə bizdən elə hər fərqli nitq hissəsi olanı mən gedib amonim götürə bilərəm. Xeyr, hər fərqli nitq hissəsi kimi gördüyümüz, hər fərqli mənalar verən sözlərim mənim amonim sayılmır. Əziz abituriyentlər, amonimin tərifi var və çalışın tərifi əzbərləməyə meyilli olmayın. O tərifi başa düşməyə çalışın. Necə? Baxın, tərifi necədir? Deyilişi, yazılışı, başlanğıc forması və vurğusu fərqli olub, yalnız leksik məna cəhətdən eyni olan sözlərə biz amonimlər deyirik. İndi mən nə vurğuladım orada? Deyiliş, yazılış, vurğu və başlanğıc forma. Mən avtomatik olaraq baxanda başlanğıc formaları burada fərqli görürəm. Başlanğıc forma nədir? Qrammatik şəkilçiyə qədər olan hissə. Mən burada başlanğıc formanı ələk görürəm. Burada isə ələmək görürəm. Hə, deməli mənim bir sözümün iki fərqli nitq hissəsi kimi işləndiyini görüb, tez onu amonim kimi götürməyim doğru deyil. Niyə? Çünki onun başlanğıc formaları eyni deyilsə bir sözün və yaxud da vurğuları eyni deyilsə, deyilişi, yazılışı eyni deyilsə, mən deyəcəm ki, bunlar yəni amonim sayılmır. Nə sayılır? Amma form sayılır. Başlanğıc forması eyni olmayan sözlərim amma formlar adlanır və ümumi olaraq da bu amonim hesab edilməyən sözlər sırasında verilir. Avtomatik biri çıxıram. Niyə? Çünki amonim kimi işlənə bilmədi. Bir olan variantlarım gedir. Qalıram iki variantın arasında. Deyək ki, başlanğıc formadadır. Deyərsiniz ki, müəllim, hə, başlanğıc forması almısınız da, düzdür, gedim ikini götürüm. Ümumiyyətlə, bir sözün başlanğıc formada olduğunu bilməyimiz üçün o sözü ümumiyyətlə bütöv başlanğıcın içinə almalıyam ki, deyim ki, sözün başlanğıc formadadır. Aydındır, əgər burada im şəkilçisi olmasaydı, sizlə razıydım. Başlanğıc formada tam olaraq götürəcəkdik. Bir qrammatik şəkilçim mənim o sözümün tam başlanğıc formada olmağının qarşısını alır. Ona görə də ikində çıxıram. Əlimdə qaldı daha B variantı. Gəlin görək düzmü baxmışam. Başlanğıc forması 2 dəfə dəyişmişdir. Deyərsiniz ki, müəllim, bunu başa düşmürük, nə deməkdir? Başlanğıc forması 2 dəfə dəyişmək bir sözün üzərinə 2 leksik şəkilçinin əlavə edilməsi deməkdir. Çünki mən başlanğıc formalarını fərqli-fərqli bir ələ, bir də ələk forması olaraq dəyişmişəm.
Çünki üzərində 2 leksik şəkilçi var. Əgər 3 dəfə, 4 dəfə, 5 dəfə dəyişmişdi desə, sayacaqsınız leksik şəkilçilərin sayını. Həqiqətən də 3, 4, 5 dənə leksik şəkilçiniz varsa, deməli başlanğıc formanız o qədər də dəyişmişdi. 3-ü götürürəm, düzdür. İsimdən yaranmışdı deyir. Gəlin baxaq görüm isimdən yaranıb. Gəlin bunu silin, biraz qarışıq oldu. Yenidən yazın, baxaq. Deməli bu formada yazmışdıq. Yaxşı. Biz yaranmanı kök götürürük. Xeyr. Ümumiyyətlə yadınızda saxlayın bu qaydanı. Çünki söz yaradıcılığında ən çox həm imtahana düşən bir bölmədə, həm də testlərdə çox qabağımıza çıxır. Söz yaradıcılığı bölməsinin əsas mövzusudur ki, sözün hansı nitq hissəsindən yaranmasından onun kökünün eyni olmağı, yəni eyni bir şey deyil, tamam fərqli anlayışlarda. Sözümün kökü başqa nitq hissəsi ola bildiyi halda başlanğıc forması tamam ayrı bir nitq hissə ola bilər. Yəni hansı nitq hissəsindən yaranması. Onu necə götürürük? Kökü görürəm gözümdən də bu heç, bu aydındır ki, bu kökdür. Bu kökü sual verirəm. Əl, nə, əl? İsimdir. Deməli isimdən yaranıb? Xeyr. Nədən yaranıb deyildiyini bilməyimiz üçün buradakı sonuncu leksikə atıram. Bax bu işarələdiyim hissəni götürürəm. Son leksik şəkilçiniz hansıdırsa onu mütləq atmalısınız. Qalan əvvəldə nə söz qalırsa bütöv onu götürürsünüz. İndi baxıram görüm bu hansı nitq hissəsidir. Ələmək feili imiş. Deməli mənim ələyim ismim ələmək feilindən yaranıb. Ona görə də 4-də yanlışdır. Bunun kökü isimdir. 5. Kökü və başlanğıc forması eyni nitq hissəsidir. Bəli, niyə görə? Çünki əl də isimdir. Başlanğıc formaya da sual verək. Ələk, o da isimdir. Deməli, hər ikisi eyni nitq hissəsi olduğuna görə 3-ü də 5-də götürürəm. Olur variantım B variantı. Ümidvaram ki, test aydın oldu və sizin üçün də yəqin maraqlı testlərdən biri oldu. İnşallah belə testlərlə tez-tez qarşınıza çıxacağam və bu tip biraz qarışdırılacaq, biraz ağır formalı, şərti biraz daha maraqlı və məntiqli olan testləri sizinlə çalışdığım qədər tez-tez bölüşəcəm. Hələlik ümidvaram ki, bir faydam toxundu sizlərə.